Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Resulillahil emin ve ala alihi tahirinel masumin. Usikum ve nefsi bi tekvallah ve nazmi emrikum. Bugün dualarda dua günüdür. İmam Zeynulabdin Aleyhisselam'ın Səhifə-i Səccadiyyədə 48-ci duası var. Fitir bayramı, Qurban bayramının günündə imamın oxuduğu duadır. Həmən o duada maraqlı bir dua eləyir imam. Bütün hissəsi maraqlıdır, amma bir hissəsi daha maraqlıdır, həmən hissəni seçmişəm. Biz bilirik ki, məsələn, hər gün biz dua eləyirik. Hamma. Namazda hər gün salamında deyirik, Əssəlamu əleyna və əla ibadillahi salihin. Salam olsun bizə və Allahın salih bəndələrinə. Salam olsun, yəni salamatçılıq, duadır da, yəni bütün yaxşı şeylər bu salamın içərisində gizlidir. Amma söz budur ki, Peyğəmbər buyurur ki, insan bəzən elə olur, başqalarının duası onun halına fayda vermir. İnsan başqalarının duasından faydalana bilmir. Məsələn, bu sözü bu sözü İmam Zaman da hər gün deyir. O da deyir, Əssəlamu ələynə və ələ ibadillahi salihin. Amma mən onun duasına şərik oluram, yoxsa yox, onu bilmirəm. Bəzən mənim əməllərim mane olur. Mən o dualar mənim halıma fayda verə bilmir. Ya bu günləri salih adamlar var, kişilər var, ariflər, alimlər var. Onlar dua eləyirlər. Amma onların duası bizə maniyəmiz var deyə gəlib çatmır. Ona görə Səhifə-i Səccadiyyədə İmam Səccad Əleyhisselam buyurur. Deyir, Allahım, səndən istəyirəm, əvvəlin sair, biri də budur. Və ən tuşrikənə fi salihi mən dəakə fi hazəl yevm min ibadikəl müminin. Deyir ki, Allahım, səndən istəyirəm, bu günləri sənin mömin bəndələrin ki, dualar eləyirlər, məni o dualarda şərik eləyəsən. Məni o dualarda şərik eləyəsən. Bugün, məsələn, bizim sözümüz zəifdir, yəni nitqimiz zəifdir. Biz elə dualar var ki, xəyalımızdan keçmir. Biz ancaq bildiklərimizi dua eləyirik, istədiklərimizi, gördüklərimizi dua eləyirik. Amma elə dualar var ki, bizim xəyalımıza gəlmir, amma onu başqaları həmən duanı eləyir. Məsələn, Peyğəmbər Əhl-i-Beytdə o duanı eləyir. Və yaxud hansısa arif, alim, mömin bir adam o duanı eləyir. Necə mənim xəyalıma gəlmir. Xəyalıma gəlmir, imam buyurur ki, Allahım, məni onun duasında şərik elə. Elə olsun ki, o dua eləyəndə onun duası mənim də halıma şamil olsun. Bugünkü gündə özdə. Çox qəribə bir duadır və bu da bugünkü gündə məndən sizə bir xatirə olsun ki, namazlarımızda, namazdan sonra mütləq bu duanı eləyək ki, salih bəndələr, hər öz dilində, öz anladığı formada. O salih insanlar ki, alimlər, ariflər, xüsusilə İmam Zaman ki, dua edir, Allah bizi onun dualarına şərik elə ki, biz onun dualarından faydalana bilək. Bismillahirrahmanirrahim. İnna ətəynəkəl kəvsər.